Zərər çəkmiş dedi ki, fevralın 25-dən 26-sına keçən gecə əhalini qorumaq, müqavimət göstərmək üçün silahları olmayıb. Həmin gün saat 23 radələrində Ermənistan Silahlı Qüvvələri Sovet ordusuna məxsus 366-cı motatıcı alayın iştirakı ilə şəhərə hücum edib. Xocalı hava limanı istiqamətindən atəş açıblar. Qala dərəsi deyilən ərazidən əhaliyə hücum edib, Ağsuqa türkləri üçün tikilmiş evləri yandırıblar. Kənd əhalisi xilas olmaq üçün Qarqar çayına tökülüb. Əhalinin yarısı çayın qırağı ilə Əsgəran qalasına tərəf üz tutub. Ermənilər insanları aldadaraq çıxış üçün Əsgəran tərəfdən dırnaqarası dəhliz verildiyini deyib. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zaman zərər çəkmiş şəxs dedi ki, məcburi şəkildə kənd sakinləri ilə birlikdə meşəyə üst tutublar. Həmin vaxt Ermənistan Silahlı Qüvvələri onları atəşə tutduğu üçün çoxlu sayda insan həlak olub. Fevralın 27-sində Pircamal kəndi yaxınlığında onlar girov götürülərək tövliyə aparılıb. Bir qədər sonra daha 50 nəfərə yaxın Xocalı sakinini ora gətiriblər. Əsir və girovlara ağla sığmayan işgəncələr verilib. Onu qarın üstünə uzadaraq döyüblər. Ayağının dərisini soyublar. 2 gün Pircamal kəndində saxladıqdan sonra onları Xankəndi şəhərinə aparıblar. Aralarında olan 11 uşaq, 3 kişi və 13-14 yaşlı qızları ayıraraq uşaq bağçasına aparıblar. Girovları döyüb işgəncə veriblər.